Hər vaxtınız xeyir, Sağlam Radio 93 FM dinləyiciləri. Mislinin baş sponsorluğu ilə qarşıdakı bir saat ərzində Offside efirdə olacaq. Əvvəlcə bir xəbəri diqqətinizə çatdırmaq istərdim. Milli çövkən oyunumuza yeni nəfəs gəlir. Ölkənin tam qanuni və güvənli idman mərc oyunları operatoru Misli Peşəkar Çövkən Liqasına dəstək olur. Eyni zamanda Azərbaycanın Peşəkar Çövkən Liqasının oyunlarına yalnız Misli azda mərc edə bilərsən. Xəbərlərlə başlayırıq. Harry Kane gələn həftə Bayern Münhenin çempionluğunu böyük ehtimalla elan edəcəyi oyunda cəzalı duruma düşüb və həmin oyunun iştirakçısı olmayacaq. Salam Ceyhun, xoş gəlmisən. Salam Günay, xoş gördük. Hamını da salamlayıram. Əvvəl dediyim məlumata qayıdacağam. Şansa inanırsanmı? Şanssızlığa inanırsanmı? Şansa da inanıram, şanssızlığa da. Bax, dünənləri başıma bir hadisə gəldi. Məncə çox şanslıyam. Demək, Aska Arenadaydım, Şəfa stadionunda, Əvəzedici Liqasında Sabah Qarabağ oyununda. Oyundan sonra pilləkənlə aşağı düşərkən mərmər pilləkənlərdə ayağım sürüşdü. Bir də onda gördüm ki, bax, iki ayağım da havaya qalxıb yerə düşürəm. Bir saniyədə yerə düşməmişdən qabaq. Gələcək ömrüm gözümün önündən keçdi ki, yerə düşürəm, fəqərəm, onurğam zədələnir. Ömürlük əlil arabasına məhkum olacam, ayaqlarım işləməyəcək. Tənha olacam ömrümün sonuna qədər. İnandırımsan, o bir saniyədə nələr yaşamadım mən. Yerə düşdüm, nə yaxşı ki, qorxduğum başıma gəlmədi, qabırğalarım əzilib, qolum, bir də sol çiynim, yəni yaxşı qurtardım. Ona görə də şansa inanıram, bəli, şansa inanıram. Şansa inanırsan. Az öncə amma verilişimizə daxil olmamışdan əvvəl demişdin ki, həm də gözün dəyməsinə də inanırsan. Var. İnsan bəzən... Bunlar bir-birinə zid fikirlər deyirlər, şanssızlıq və göz dəyməsi. Yəni şanssızlığa inanırsansa artıq... Mən hər ikisinə inanıram. Şansdan insanın üzünə gülməlidir. O gözdə, yəni nəfs göz var. Yəni başıma da gəlir və bəzən insan çox istəməklə də kimsə səni gözləyə bilir. İndiki halda 30 neçə yaşı var Harry Kane'in. Bu illər ərzində futbolçu olduğu dövrlərdə kubok əldə etməməsinin səbəbi göz dəyməsidir, yoxsa şanssızlıqdır? Yox, daha yaxşı klubda olmamışdı indiyə qədər. Yəni Tottenham əlbəttə ki, yaxşı klub idi, amma Tottenham bir Manchester City, Liverpool deyil də, yəni heç Arsenal da deyil. O baxımdan indi bir nəhəng kluba gəlib Bayern Münchenə, Bavariyaya və burada kubok qazanmağa yaxındır və qazanacaqdır. Harry Kane'in Tottenham'in kapitanı olduğu dövrlərə qayıdaq və Bayern Münhen komandasına transfer olunmamışdan əvvəl, transfer olduğu dövrlərdə deyilirdi ki, düzgün seçim eləməyib, çünki çox asan bir yola qaçıb Bavariya ilə kubok qazanacaq. Tabii, adam yəni Tottenham'da bütün karyerasını keçirib də demək olar ki, həyatın son illərdir, gəlsin, bu da bir kubok qazansın da. Yəni karyerasını bitirəndə nə övladlarına gələcək, nəvələrinə göstərsin ki, sizin babozun da, atozun da kuboklar var, nə diplomlar var, medal var. Yəni adam haqqı deyil. Əgər titul qazanmasaydı, o daha belə adlı sanlı olardı ki, daha çox onun şanssızlığından belə deyək danışılardı. Yəni o da onun seçimidir, yəni hörmətlə yanaşmalıyıq. Misli Premier Liqasının 32-ci turuna giriş eləyəcək. 32-ci turun qarşılaşmaları keçirildi ki, ilk qarşılaşma Turan Tovuz və Şamaxı komandaları arasında baş tutdu. Bu qarşılaşma barədə fikirlərini almaq istəyirdik Ceyhun. Maraqlı oyun oldu. Turan Tovuza qələbə daha çox lazım idi ki, 3-cü pilləyə qalxa bilsin, yəni Araz Naxçıvana yaxınlaşa bilsin. Şamaxı isə artıq aydın məsələ idi ki, Misli Premier Liqasında yerini qoruyub və Şamaxı hər tur demək olar ki, xal qazanır, xallar qazanır. Bu baxımdan heç-heçə Araz Naxçıvan üçün itki saymaq olar ki, iki xalda məhrum oldular. Ümumiyyətlə Araz Naxçıvan qışdan sonraki dövrə biz baxsaq, təhlil etsək, çox qeyri-sabit futbol sərgiləyir. Çox çətinliklə xallar əldə edir. Bəli, Turan Tovuz. Qələbələr nadir hallarda olur. Bu baxımdan Turan Tovuz elə mən artıq inanmıram ki, gəlib Araz Naxçıvana çatsın, 3-cü yerdə bitirsin mövsümü. 5 xal geridədir. Məncə elə Turan Tovuz mövsümü indiki olduğu mövqedə 4-cü kimi bitirəcək. Yeri gəlmişkən bu ərəfədə Qurban Berdiyev Rusiyaya bir səfər eləyib və Rubin stadionunda sektora onun adı verildi. Yəni onun, hətta mən deyərdim ki, tək stadionda sektora yox, ümumiyyətlə stadionun
stadiona onun adı verilməlidir. Nə bilim, Kazan şəhərində onun bir heykəli ucaldılmalı. Yəni çox böyük işlər görüb Rubin Kazan üçün. Rubinə çempionluq yaşadıb, Rusiyanın nəhəngləri, Moskva nəhənglərinin arasında Spartak, CSKA, Zenit, Lokomotiv böyük büdcələrin fonunda Rubinin büdcəsi çox-çox kiçik idi. Çempionluq qazandırıb, Çempionlar Liqasında Camp Nou-da səfərdə Barselona üzərindəki o möhtəşəm qələbə, yəni bunlar unudulası işlər deyil. Rubinin tarixinə öz silinməz imzasını qoyub Qurbanberdiyev, yəni çox böyük şəxsiyyətdir Tataristan futbolu üçün. Ceyhun, Azərbaycanda da stadionlara hər hansısa bir baş məşqçinin, futbolçunun adının verilməsi çox yaxşı olardı. Verilişimizin gedişatında sonlarına yaxın bu məsələni yenidən qayıdıb müzakirə eləyərək ki, hansı stadiona, hansı baş məşqçinin, stadiondakı sektora baş məşqçinin və ya futbolçunun adını vermək istəyirdi. Masallıda stadion vardı, amma deyəsən indi yararsız vəziyyətdədir. Ora Banişevskinin adı verilib. Anatoli Banişevski adına Masallı şəhər stadionu gedilir. Sektoru nəzərdə tuturdum. Bu məsələyə sonradan yenidən qayıdacaq və 32-ci turun digər qarşılaşması Kəpəz və Zirə komandaları arasında baş tutdu ki, bu səfər qarşılaşmasından Zirə 0-1 hesablı qələbə ilə qayıtdı. Oyuna nəzarət tamamilə Zirənin tərəfində idi. Zirə Kəpəzə ümumiyyətlə aman vermədi. Kəpəz qol vəziyyəti yarada bilmədi. Zirə çox kompleksləşdirilmiş komandadır. Nə istədikləri aydındır, necə oynadıqları aydındır. Rəqibi dayandırırlar, qol vəziyyətlərinə imkan vermirlər rəqib girsin və özləri də hər oyunda xeyli sayda qol vəziyyətləri yaradırlar və bunlardan yalnız birindən istifadə edə bilirlər. Yəni Zirə həqiqətən də biz tarixinə baxsaq, ən yaxşı mövsümüdür Zirənin. Rəşad Sadıqov axır ki, illər sonra o öz istədiyi komandanı formalaşdıra bildi. Öz istədiyi futbolu, bəlkə də tam elə bu Rəşad Sadıqovun da istədiyi futbol deyil, amma o istədiyinə yaxın bir futbolu komandası sərgiləyə bilir. Zirə düzgün yoldadır və mən Zirədən açığı bu yay Avropada yaxşı nəticələr gözləyirəm. Zirədə Zirə tərəfində belə deyək, bu qələbədən daha şirin bir şey oldu ki, bu da Ruan Renato ilə müqavilənin müddətinin 2 liyinə uzadılması oldu. Bəli, Ruan komandanın kapitanıdır, Ruan komandanın lideridir, Ruan komandanın dirəyidir, Ruan komandanın ürəyidir. Biz baxsaq, Ruan gələndən sonra Zirə yüksəlişə keçib. Ruan gələndən sonra komanda ötən mövsüm yayda Konferans Liqasının play-offunu oynadı. Ruan gələndən sonra komanda bu mövsüm Qarabağdan sonra çempionatın ən yaxşı komandasıdır. Ötən mövsümdə ikinci oldular. Ötən mövsümdə Kubokun finalına yüksəldilər. Yəni çox önəmli futbolçudur. Elə mən Ruan Qəbələdə oynayanda artıq mövsümün sonu idi, 2 mövsüm bundan qabaq. Onda artıq mətbuatda söz-söhbət yayılanda ki, Ruanı bir neçə komanda istəyir. Onlardan da biri Zirədir. Mən öz ağlımda fikirləşdim ki, Rəşad Sadıqov yəni bu imkanı əldən verməzsə Ruanı götürəcək. Çünki Ruan həqiqətən də bugün Qarabağın müdafiəçilərini çıxaq, məsələn Medinanı çıxaq. Məncə Ruan Renato Medinadan sonra Misli Premyer Liqasının ən yaxşı mərkəz müdafiəçisidir. Ceyhun, bəs Ruan Salifo Sumaya gəlincə, onun barədə bir fikirlərin necədir? Ki, bu qarşılaşmada həm qol müəllifi oldu, qələbə qolunun müəllifi oldu, eyni zamanda daha bir epizod da var idi ki, fərqlənə bilərdi. Demək, Salifo Suma bu mövsüm 11 gol vurub. Yəni çox önəmli göstəricidir. Hələ asistlər də var. İndi biz asistlərin statistikası verilmir deyə mən bilmirəm neçə məhsul ötürmə eləyib. Yəni Salifo Suma Fransada peşəkar futbol oynamamışdı. Səhv eləmirəmsə Havre klubu idi. Bəlkə də klubunu səhv sala bilərəm. Fransada bir klubun ikinci komandasından, B komandasından gəlmir. Yəni ilk peşəkar futbolu Zirədə başladı ötən mövsüm və bu mövsüm ümumiyyətlə çox böyük yüksəlişə keçdi. Yayda da Avropada da yaxşı oynamışdı Konferans Liqasında və ona təkliflər var. Mən belə başa düşürəm ki, ümumiyyətlə Zirə yəqin ki, Sumanı saxlaya bilməyəcək və yayda Salifo Sumanın kifayət qədər normal samballı bir kluba satışından da yaxşı vəsait əldə edə bilər. 32-ci turun digər qarşılaşmasına keçid edirik. Səbail və Araz Naxçıvan komandaları arasında baş tutan qarşılaşmada 1-1 hesablı heç-heçə qeydə alındı ki, Səbail belə deyək, Premyer Liqanın böyük klublarından xal almağı bacarır. Səbailin durumu elədir ki, necə ki, bax, dənizdə batan insan hətta həyatda qalmaq üçün saman çöpündən yapışır. Başa düşür ki, amma saman çöpü onu xilas eləməyəcək. Amma o instinktdir də, həyatda qalmaq instinkti. Saman çöpündən də yapışırsan. Səbail də indi hər vasitə ilə çalışır ki, sonuncu yer tutmasın, birinci liqaya düşməsin. Amma yəni çətindir. Bax, Kəpəz bu tur məğlub oldu və bu tura qədər də 8 xallıq fərq var idi. Səbail qalib gəlsəydi
5 xalla düşəcəkdi fərq. Bunu bacarmadı. Yenə indi xal fərqi 7-dir. Bu gün Səbaildə işləyənlər, futbolçular, məşqçilər korpusu artıq onlar da başa düşürlər ki, yəni 1% şans var da qalmağa. 99% bu komanda elitanı tərk eləyəcək. O baxımdan Səbail sadəcə çırpınır, amma bu çırpınış fayda verməyəcək. Səbail komandasının hazırda heyətində olan futbolçulardan növbəti mövsüm komanda 1-ci liqaya düşməsi ehtimalında hansı futbolçuların adını çəkə bilərsən ki, Premier Liqa klublarına, böyük klublara transfer oluna bilərlər? Böyük klub yox, amma Premier Liqanın deyək ki, aşağı yerlərinə gedən komandalar götürərlər yəqin. Məsələn, İmişli gəlir, Karvan gəlir, Qəbələ gəlir. Yəni bunlara yerli futbolçular lazım olacaq. Böyük klublar çətin. Məsələn, Rüfət Abdullazadə yəqin ki, onu əksər klublar heyətində görmək istəyərlər. Gənclər pis deyil. Məsələn, mərkəz müdafiəçisi Rüstəmovdur da, soyadını, adını unutdum. O pis deyil. Məsələn, bu mövsüm özündən adından bəhs etdi. Gənclər Millisinin üzvüdür. Onu yəqin ki, hansısa klub götürər. Var, yəni bir neçə futbolçu var. Amma legionerlərdən biraz çətin. Legionerləri yəni o qədər çox səviyyəli deyil Səbailin. Və 32-ci turun əsas diqqət çəkən qarşılaşmalarından son 2 oyun barədə danışacağıq. Sabah və Qarabağ komandaları arasında baş tutan qarşılaşma 1-1 hesabı heç-heçə ilə yekunlaşdı. Açığı mən gözləyirdim ki, bu maç yəni heç-heçə bitə bilər. Çünki bu komandalar kubok oyunu keçirmişdilər, yorğun idilər. Qurbanov ümumiyyətlə Araz Naxçıvanla yarımfinal cavab oyunundan fərqli. Bu maçda 11 nəfərin 11-ini dəyişmişdi. Qapıçıdan tutmuş hücumçuya kimi 11-ini də dəyişmişdi ki, böyük tam rotasiya eləmişdi. Berezovski isə qismən rotasiya eləmişdi. Yəni əksər futbolçular oynayırdılar. Məsələn, Berezovski yenə o özündən eksperimentlər aparır. Məsələn, Rəhman Daşdəmirov əslində ömrü boyu stoper oynayır, mərkəz müdafiəçisi. Onu neçə turda müdafiənin solunda oynadır. Bu dəfə gənc futbolçu, gənc mərkəz müdafiəçisi Elgin Dünyamalıyevi müdafiənin cinahını keçirtmişdi sağa. Belə ümumi maraqlı oyun olundu. Alındı, şən oyun alındı və heç-heçə mənə elə gəlir ki, tərəflərin hər ikisini qane elədi. Sabaha o baxımdan qane elədi ki, Sabah Qarabağ kimi komandaya uduzmadı. Qarabağa da ona görə qane elədi ki, bir xal artıq onların erkən çempionluğu idi və Qarabağ tarixində 12-ci dəfə Qurbanovun rəhbərliyi altında isə 11-ci dəfə çempion oldu. Qarabağın çempionluğuna biraz da toxunacağıq. Qeyd elədiyin kimi Qurbanov Azərbaycanda 11-ci çempionluğunu yaşadı. Azərbaycan futbol tarixində elə bir gün gələcəkmi ki, Qurbanovun bu uğuru təkrarlanacaq? 11 çempionluq çox böyük nəticədir. Yəni elə bir rəqəmdir ki, bu statistikaya kimsə nə vaxtsa çata bilərmi? Açığı çox çətin görünür ki, hansısa baş məşqçi bundan sonra Qurbanov kimi 11 dəfə çempion olsun və ya bu nailiyyətə yaxınlaşsın və ya bunu keçməyə nail olsun. Amma bir məşqçi adı çəkə bilərəm ki, bəlkə o bunu eləyə bilər. Yəni mən ondan başqa inanmıram ki, başqa bir məşqçi bunu eləyə bilər. Çəkim adını. Buyur. Səncə? Samir Abbasov indi hazırda bir çempionluğu var. Rəşad Sadıqov. Rəşad Sadıqov. Amma Zirədə bunu eləmək çətindir. Çünki Zirənin bəlli bir strategiyası var. Zirənin bəlli bir büdcəsi var. Qarabağ və Neftçidə Rəşad Sadıqov bunu həyata keçirə bilər. Amma necə indiki şərtlərlə, yəni külli ixtiyar sahibi olmalıdır, hər şey onun nəzarətində olmalıdır. Oradan müşahidə şurasının müşaviri işə qarışmasın, idman direktoru işə qarışmasın, o qarışmasın, bu qarışmasın. Bütün səlahiyyətləri ona versələr, yaxşı bir büdcə ilə, daha yaxşı legionerlərlə, bəli, bu baş məşqçi Qurbanovun nailiyyətini təkrarlaya bilər. Demir amma təkrarlaya bilər. Yəni Qurbanovun nailiyyətini təkrarlamağa yeganə şəxs mən Rəşad Sadıqovu görürəm. Sağlam Radio 93 FM-də Offside dinləyirsiniz. Müzakirəmizə reklam və musiqi fasiləsindən sonra davam edəcəyi dalğanı dəyişməyin. Sağlam Radio 93 FM-də Offside dinləyirsiniz. Miley Cyrus'un ifasında Mother's Daughter, anamın qızıyam bir mahnısını dinlədik. Və verilişimizə qaldığı yerdən davam edirik. Sabah Qarabağ qarşılaşmasından sonra Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl jurnalistlərə müsahibə verdi. Çox maraqlı fikirlər səsləndirdi ki, bunlardan əsas diqqət mərkəzində olanlardan biri Qarabağın yayda 4-5 transfer etməli olduğu məsələsi idi ki, özü də qeyd elədi ki, biz Qurbanovla daim əlaqədəyik, danışırıq, birik və Qurban Hoca hansı futbolçular istəsə transfer edəcək.
Tahir Gözəl kimi Qarabağın direktoru Əmrah Çelikəldə, Əmrah bəydə həmişə dediyi bir cümlə var. Qurban Qurbanov əlini göstərsin, bunu istəyirəm, gedək alaq. Yəni bilirsən niyə görə? Ağıllı insanlardılar. Çünki bütün bu işlərdə transfer siyasətində, komanda quruculuğunda külli ixtiyar Qurban Qurbanova verilib və bu strategiya özünü illərdir doğruldur. Təsəvvür etsən, komanda nə qədər nailiyyət qazanırsa, əlbəttə ki, rəhbər şəxs də sevinir də. Yəni həm də onların adıdır, onların uğurudur. Bu baxımdan Qurban Qurbanov kimi istəsə, yəni söhbəti maliyyə məsələlərində inanmıram ki, ona bir maneçilik törədilsin, pul veriləcək, şərait yaradılacaq. Yəni gedin, danışın, tək gətirməyə razı salın. Pul nədir? 5-də, 10-da verir. Zaten Qarabağ olsa son illərdə transferlərə çox böyük pullar xərcləyir. Yəni məsələn əvvəllər mənim yadımdadır, 10 il bundan qabaq azad transfer axtarırdılar ki, futbolçu ancaq özünə pul versinlər. Müqaviləli olmasın, klubuna ödəniş olunmasın. Amma Qarabağ son illərdə artıq kifayət qədər müqaviləsi olan futbolçuların klublarına da pul verir, sonra da özünə pul verir. Yəni bu əlbəttə ki, maliyyə etkisidir və Qarabağ artıq bu yolla davam edir. O baxımdan yayda Qurban Qurbanov yəqin ki, mən də elə düşünürəm ki, 4-5, hətta 6-7 də ola bilər. 6-7 əcnəbi futbolçu alınmasını istəsə, rəhbərlik ona hər bir şəraiti, imkanı yaradacaq. Tahir Gözəlin açıqlamalarına yenidən qayıdacaq. İndi sabah Qarabağ qarşılaşmasından bir epizoda yenidən qayıdacaq. Redon Cica fərqləndi və Qarabağın qolunun müəllifi oldu. Bir hesabla HCC-də Redon Cica hazırda Azərbaycan Premyer bir uzun müddətdir ki, şans qazana bilmirdi. Lakin Azərbaycan Premyer Liqasında məncə əksər komandalar Redon Cica kimi bir futbolçuya ehtiyac duyur. Amma Qarabağa gəlincə, Qarabağda özünü əsas heyətdə tapa bilmir Redon Cica. Məncə Qarabağın bax indiki heyətində nə qədər futbolçusu var? Deyək ki, 25-27 futbolçu. Ən az şans verilən futbolçu Redon Cicadır. Ən az. Amma səbirli futbolçudur. Yəni jurnalistlərə açıqlamasında, yəni biri var ki, o mənfi reaksiyanı, narazılığını bildirsin, amma bildirmir, səbirlidir. Cica Qarabağa Albaniya çempionatının bombardiri kimi gəlmişdi. Yəni Qarabağ onun transferinə görə də klubuna səhv xatırlamıramsa 400.000 avro pul ödəmişdi. Amma bilmirəm, nədənsə ona çox az şans tanıdı Qurban Qurbanov. Yəni həqiqətən bunun səbəbini bilmirəm. Biraz Redon Cica elə bir xarakterdir ki, biraz özünə qapalılıq var onda. Çox belə qaynayıb qarışmır kollektivə. Bəlkə də məşqlərdə ola bilsin, amma mənim ehtimalını bilmirəm. Bir o qədər də can yandırmır. Bu da faktor ola bilər. Amma istənilən halda mən düşünürəm ki, ona daha çox şans verilə bilərdi. Çünki Redon Cica keyfiyyətli futbolçudur. Ələlxüsusda Olavio Juninho'nun gedişindən sonra ona daha çox şans verilə bilərdi. Məncə, yenə deyirəm, 25-30 futbolçu arasında Qarabağda ən az şans tanınan futbolçu Redon Cica oldu. Redon Cica'nın qarşıdakı aylarda, illərdə Qarabağdan ayrılması gündəmdədirmi? Bir illik müqaviləsi var elə, gələn mövsümdə Qarabağa məxsusdur. Ya bilməm, Qarabağ əgər saxlamaq istəməsə onu, bəlkə də agentinə göstəriş verə bilər ki, bir özün klub tapın. Məncə Redon Cica çox rahatlıqla, yəni Avropada klub tapacaq. Ən pis ehtimal, yəni öz vətəninə qayıdacaq. Məncə tələbatlı futbolçudur və kifayət qədər də yaxşı futbolçudur Redon Cica. Tahir Gözəlin açıqlamalarına yenidən qayıdacağıq. Legioner limitinə münasibət bildirdi. Biz bilirik ki, bir uzun müddət idi ki, Qurban Qurbanovdan legioner limitinin ləğvi məsələsinə fikir bildirmirdi. Lakin Tahir Gözəl açıqlama verdi və mövqeyini bildirdi ki, onun sözlərini səsləndirirəm. Limitin ləğv olunması bizə qısa müddətli kömək edir. Azərbaycan futbolunu sevən biri kimi deyə bilərəm ki, mən uzun müddətli inkişafın dəstəkçisi olaraq limitin ləğv olunmasının tərəfdarı deyiləm. Buna baxmayaraq biz uşaq futboluna öz dəstəyimizi və diqqətimizi daha çox yönəldəcəyik. Özümüzə hədəf qoymalıyıq ki, öz daxilimizdə limit olsun. Legioner limitinin ləğvi mənim üçün həqiqətən o baxımdan maraqlıdır ki, Qarabağ nə edəcək bundan sonra? Çünki indiyə qədər həmişə əcnəbi futbolçular limit var idi. Yəni 7-4, bundan qabaq isə 6-5 idi. Yəni 5 Azərbaycanlı futbolçu oynamalı idi. Və Qarabağda buna görə uzun müddət çalışırdı ki, ən yaxşı Azərbaycanlı futbolçuları heyətində olsun. Ya öz yetirməsi, məsələn, əvvəlki illərdə deyək ki, Əfran olub, Qarı olub, ya da ki, digər klublardan ən yaxşıları alırdılar. Məsələn, uzun müddət Şaxruddin, Bədavi gələnlərdən Rəşad Sadıqov, məsələn, Maksim Medvedev öz yetirməsi, yəni ən yaxşılar Qarabağdaydı. Çünki həmişə digər klublar bundan girəyləndirdilər ki, Qarabağın hegemonluğuna ona görə son qoymaq olmur ki,
Qarabağ həmişə ən yaxşı Azərbaycanlı futbolçulara sahibdir. Məsələn, sən get dünyanın ən yaxşı legionerini gətir, o 4-5 heyətdə Azərbaycanlı oynamalıdır. Onlar onlarla ayaqlaşa bilməsə legionerlərlə, sən əlbəttə ki, komplektləşmiş komanda qura bilməzsən. Amma Qarabağ həm ən yaxşı Azərbaycanlı futbolçularla oynayırdı, həm də yaxşı əcnəbilər gətirirdi. Bunların vəhdətindən həqiqətən də elə bir komanda quruldu ki, 12 ildə, son 12 ildə 11 dəfə Azərbaycanda çempion oldular. Amma bundan sonra Qarabağ hansı strategiyanı hərəkət eləyəcək, hansı transfer siyasətində hansı yolu tutacaq? Bu çox maraqlıdır. Çünki artıq yenə başlayacaqlarmı ən yaxşı Azərbaycanlı futbolçuları cəlb etməyə? Məsələn, gedirdilər Qəbələnin yetirməsi də. Nə qədər istəyirsən? 250 min al. 250 min verirdilər, gətirirdilər. Filankəs hansı klubda oynayır? Orada Sumqayıtda. Nə qədər istəyirsən? 300 min gələ. Verirdilər, gətirirdilər. Çünki istəyirlər yerli futbolçuları yaxşı olsun. Amma indi artıq 11 əcnəbi ilə eyni anda meydanda oynaya bilərsən. Bu baxımdan məsələn Qarabağın bundan sonra hansı addımı atacağı yerli futbolçularla bağlı mənə də çox maraqlıdır və biz bunu yayda görəcəyik gələn mövsüm üçün. Tahir Gözəlin açıqlamalarından belə göründü ki, Qarabağ yenə də işini elə quracaq ki, gələcək illərdə böyük ehtimal olaraq mümkün olaraq legioner limitin ləğvi məsələsi yığışdırılsa və yenidən limit qaytarılsa, o zaman Qarabağ əlində futbolçu olsun ki, onları oynada bilsin. Əlbəttə ki, həm də bilirsən necədir? Yəni klub rəhbəri, yəni Tahir Gözəl həm klub rəhbəridir, həm də ilk növbədə o sahibkardır, biznesmendir, iş adamıdır. İş adamı nə istəyir? İstəyir ki, imkan daxilində az pulla çox pul qazansın. Yəni az vəsait sərf edərək daha çox gəlir əldə etsin. Yəni bu işə o baxımdan baxdığı üçün o da istəyir ki, məsələn, akademiyadan yerli futbolçular çıxsın, o yerli futbolçularla əcnəbi futbolçuların vəhdətində normal komanda qurulsun. Yəni imkan daxilində kluba daha az vəsait sərf etməyə əslində hər bir insan istəyir. Beləliklə Qarabağla Sabah Qarabağ qarşılaşması ilə yekunlaşdırırıq və Qarabağ azarkeşlərini 12-ci çempionluq münasibəti ilə təbrik edirik. 32-ci turun digər qarşılaşmasına nəzər salacağıq. Sumqayıt Neftçi komandaları üz-üzə gəldi Sumqayıtda və görüş 2-2 hesablı heç-heçə ilə yekunlaşdı. Mən açığı gözləyirdim ki, Sumqayıt bu oyunda qalib gələcək. Çünki Neftçi Sabahla yarımfinal maçı oynamışdı 4 gün qabaq və çox yorğun idi. Və mən düşünürdüm ki, Samir Abbasov belə rotasiya eləyəcək, amma baxdıq ki, çox da rotasiya eləmədi. Düzdür, Neftçinin heyətində zədəlilər çoxdur, çox da rotasiya eləmək olmaz. Amma mən düşünürəm ki, turnir cədvəli baxımından bunun elə bir əhəmiyyəti yoxdur Sumqayıtla maçın və Neftçinin B komandasından, yəni əvəzedicilər heyətindən heç olmasa bir neçə futbolçunu, mən demirəm 10 əvəzedicilərdən 11 nəfəri götürür, 11-ni də meydana buraxır. Yox, əlbəttə ki, bu absurd bir şey olardı. Amma əvəzedicilərdən 2-3 nəfər əsas heyətdə ola bilərdi. Əvəzedicilərdən 5-6 nəfər ehtiyat oyunçuların skamyasında oturub, sonradan onlardan ikisi, üçü meydana çıxa bilərdi ki, artıq Neftçi onsuz da itirdiyini itirib. Heç olmasa heyətində əlində olan o gənc futbolçular var, onları artıq yavaş-yavaş komandaya cəlb etsin. Növbəti mövsümkü heyətdə, strategiyada onlara da yer versin. Çünki Neftçinin əvəzedicilər komandasında ciddi deyirəm, çox yaxşı istedadlı bir neçə uşaq var və onlar oynamalıdır. Bu günləri Neftçi o qədər legioner hücumçu aldı, amma ən yaxşı hücumçusu Ağadaş Salyanskidir. Son oyunları gördük, Ağadaş yaxşı oynayır. Son oyunları ümumiyyətlə yaxşı keçirir. Öz yetirmələrinə biraz daha çox şans tanımalıdır Neftçi və bunu baş məşqçinin qarşısına mən düşünürəm ki, bir tələb kimi qoymalıdır Samir Abbasov qarşısına ki, bizim yaxşı gənc futbolçularımız var, bəs biz o akademiya niyə işlədirik? Niyə biz bu qədər futbolçu yetişdiririk, buna vəsait sərf olunur? Onlar da artıq bir neçəsi əsas komandaya cəlb olunmalıdır. Oyunun sonlarına yaxın Sumqayıt Neftçi qarşılaşmasının son 10-15 dəqiqələrində Ağdaş Salyanska'nın offside epizodu var idi. Orada əslində offside deyil. 2-1 olarkən də bəli, Sambu yaxın məsafədən fərqləndi. Mənim orada gördüyüm nədir? Biraz açığı çox aydın olmadı, amma sonradan diqqətlə baxdım. Orada ötürmə anında top Ağdaşın məncə qoluna sürtür. Yəni orada hakim əllə oyuna görə sərbəst zərbə təyin etdi əks tərəfə. Yəni mənim anladığım budur. Və belə deyim də, həmin qapı arxasında mən səhv eləmirəmsə Neftçinin kamerası vardı. Neftçi TV-nin operatorları çəkirdi. Əgər əksi olmuşdusa, yəni top Ağadaşın əlinə dəyməmişsə, sürtməmişsə, yəqin ki, o görüntülər yayımlanardı. Mən anladığım budur. Amma biraz açığı çətin epizod idi. Amma topun o Ağadaşa əlinə sürtəndən sonra topun o trayektoriyası dəyişir də. Bax, oradan hiss edirsən ki, orada nəsə var idi. Top onun əlinə sürtmüşdü.
Beləliklə Misli Premyer Liqasının 32-ci turunun qarşılaşmaları ilə yekunlaşdırırıq və 2-ci liqaya bir nəzər salacağıq. Növbəti mövsümdən etibarən 2-ci liqada hazırda Şəfa Qusarla üz-üzə gələcək. Şaxtar Qusarla üz-üzə gələcək və diqqət çəkən məqam bu olub ki, Şəfa oyunda rəqib komanda azarkeşlərinin biletin qiymətini 10 manata qaldırıb. İndi məsələ nədir? İkinci liqada Şaxtar Qusar Şəfadan 3 xal öndədir. Peşəkar Futbol Liqası sağ olsunlar. Bu oyuna maraq nəzərə alaraq oyunu həftə içindən həftə sonunda keçirir. Ayın 4-də olacaq oyun. Askarenada. Birinci oyunda Qusar, yəni Şəfanın səfər oyunu, Şaxtar Qusarın meydanda keçirilməsi oyunda. Onlar da meydan təmirdədir, başqa stadionda oynayırlar. Həmin vaxtı Şaxtar Qusar bileti 1 manatdan 3 manata qaldırıb. Şəfa deyib ki, problem deyil, pul verib bileti alıb. İndi isə Şəfa bileti 10 manata qaldırıb. Biletin qiyməti neçə idi? 1 manatdan 10 manata qaldırıblar. Onlar 1 manatdan 3 manata, bunlar 1 manatdan 10 manata. Bunlar Şaxtar tərəfi deyir ki, biz 3 manata qaldırmışıq, siz niyə 10 manata qalsın? Amma belə baxanda elə bir ki, biri var kiçik yalan, biri var böyük yalan da. Yalan yalandır da. Yəni qaldırmaqdır. Qiymət artımdır. Burada bunlar 3 dəfə artıblar, bunlar 10 dəfə artıblar. Hə, kütləvilik baxımdan əlbəttə ki, yaxşı olardı ki, bilet aşağı olsun ki, insanlar rahat gələ bilsinlər. Burada məsələ nədir? Qusardan bu oyuna xeyli azarkeşlər gələcək. Onların ultras tərəfdarları var, yəni çılğın azarkeşlərdir. Şəfa da bu oyunu udmaq istəyir ki, utsa xallar bərabərləşəcək və turnir cədvəlində xallar bərabər olsa da Şaxtar Qusarı keçəcək, birinci yerə qalxacaq. İndi bir məsələyə ümumiyyətlə kimsə ittiham eləməmişdən qabaq, biraz da özünü oyun yerinə qoyub o tərəfdən düşünmək lazımdır. Mən nəyi düşünürəm? Şəfa qış fasiləsində çox böyük büdcə ayırdı. Misli Premyer Liqası təmsilçisindən oyunçu alıblar. Birinci liqanın iddialı klublarından oyunçu alıblar. 3000, 3500, 4000 manat maaş veriblər. Bu çox ciddi rəqəmlərdir. Və o vəsaitin qarşılığında da istəyirlər ki, çempion kimi bitirsinlər ikinci liqanı. Bu baxımdan onlar istəyirlər ki, imkan daxilində, stadionda Qusarlı azarkeşlər az olsunlar ki, öz komandalarını çılğın dəstəkləməsinlər və Şəfa daha rahat oynaya bilsin. Yəni, onların atdığı addım budur. Amma ikinci tərəfdən, yaxşı, bu mexanizm necə işləyəcək? Məsələn, azarkeşin Şaxtar Qusara tərəfindən gəldi, necə müəyyənləşdirəcəklər? Bir detektor mu var? Yəni, üzdənmi tanıyacaqlar və ya müəyyən sektora yəqin ki, biletləri satacaqlar. Yox, bildim məsələn. Mən deyək ki, Rahid Əmirquliyev Şaxtar Qusarın kapitanı, düzdür. Onun Lənkəranında dostuyam. Heç Qusarlı deyiləm. Oyuna gəlmək istəyirəm. Sən necə müəyyənləşdirəcəksən ki, mən Qusardan gəlmişəm? Ləhcəm də yoxdur, bilməyəcəksən. Yəni bu necə müəyyənləşdirəcəklər ki, bu Şaxtar Qusar azarkeşdir yoxsa Şaxtar Qusar azarkeş deyil. Mən neytral azarkeşəm. Gəlmişəm oyuna baxmağa. Maraqlı bir hadisə yadıma düşdü. Bu yaxınlarda Liverpoolun oyunu olanda Everton azarkeşləri Liverpool azarkeşlərinə mənşəl tüstü satmışlar və Merseyside'ın digər komandası mavi rəngdə çıxmışdı. Liverpool azarkeşləri o tüstünü yandıranda. Günay, mövzunun davamı kimdə? Yəni bununla da sonlandırım. Varlıların belə bir sözü var. Deyir ki, əgər bir məsələnin həlli maddiyyatdan bağlısa, pulla bağlıdsa, bu artıq problem deyil. Yəni problem elə bir şeydir, sən bunu həll eləyə bilməzsən. Amma bir şey ki, sən pulla çözəcəksənsə, bu artıq problem deyil. 10 manat deyil bilet. Deyək ki, maksimum 1000 azarkeş olar da, Qusarlı azarkeş. Nə qədər pul edir? 10.000 manat. Bir nəfər Qusarlı imkanlı adam çıxacaq, deyəcək ki, məsələ pul deyil, 10.000 manat. Haber verəcək ki, gedin 1000 bilet alın, kim istəyir bütün Qusarlılar stadiona girsinlər, Şaxtar Qusar azarkeşləyəsən. Məsələ bitdi. Bitdi məsələ. Əvvəlki illərdə bəs xatırlayırsan, böyük oyun olduqda və ya qızıl derbi vaxtlarında bu hadisələr yaşanıbmı? Günay, bir neçə il əvvəl olmuşdu da, Neftçi Qarabağ oyununda. Bəli. Neftçi Qarabağ azarkeşləri üçün biletin qiymətini 50 manat eləmişdi. Kamran Quliyevin prezidenti olduğu dövrdə. Onda bilsən də nə oldu? Qarabağın futbolçuları iyanə elədilər öz aralarında. 25.000 manat topladılar, 25.000 manat. İndi kimsə orada 1000 atıb, kimsə 2000, kimsə 5000. 25.000 manatı verdilər ki, gedin 500 bilet alın, 500 bilet bizlik. Yəni indi əlbəttə ki, Şaxtar Qusarın futbolçuları, yəni Qarabağ futbolçulara qədər qazanmırlar. Onların elə bir imkanı yoxdur, amma heç olmasa onlar hərəsi bir 50-100 atışsınlar. 5 biletdə mən ala bilərəm. Bax ciddi deyirəm sənə. 50 manat eləmir. 5 biletdə mən ala bilərəm. Qalan məsələn nə qədər ki vəsait qalır, heç nə bir Qusarlı bir imkanlı insan, yəni Nurjeli rusca deyirəm. Nurjeli bir nəfər verib öz azarkeşlərinin
istəyini yerinə yetirib çıxardı. Bir 10.000 manat qoymayacaq ki, ortaya gedin. Biletinizi alın, girin stadiona. Nə var ki burada? Yəni bir şeyin ki həlli pullandısa bu artıq problem deyil. Azərbaycan çempionatları ilə yekunlaşdırırıq və milli komandamızın üzvü Mahir Emrelidən xəbər var. Bild nəşri məlumat gəlib ki, Bundesliqanın 2 klubu Mahir Emrelini transfer eləmək istəyir. Amma Mahir son 3 oyunda 4 gol vurur, maşallah gözə dəyməsin və hər zövq uyğun gol vurur. Birində 3-4 nəfər keçib gol vurur, birində başla gol vurur. Qapçı ilə üzbə. Bəli, birində sürətdə aralanır, qapçının başı üzərindən topu atır. Yəni Mahir həqiqətən də o komandanın ən yaxşı oyunçusudur. Çimması birlikdə, Çimas gedir, Evertona satdılar onu. Amma Mahir doğrudan yaxşı futbolçudur. Brighton'a gedir ha. Amma həqiqətən Mahir yaxşı futbolçudur. Baxırsan ki, yəni hətta Mahir Nürnbergin üstündə bir futbolçu. Bax ciddi deyirəm sənə. Və Bild qəzeti də nəşri elə belə bunu yaymaz. Bild bilir ki, Almaniyanın bir nömrəli nəşridir. Demək ki, həqiqətən də Mahirə təkliflər var, izləyirlər və mən inanıram ki, Mahir Bundesliqaya gedər və orada da özünü göstərər. Çünki Mahirdə belə bir potensial var. Bir də sən niyə görə deyirəm ki, Mahir Nürnbergin üzərində bir futbolçudur? Nürnberg o da yaxşı komanda deyil. Paderborn oyunda Mahir 2 gol vurur, komanda gəlib 3-2 uduzur. Bu oyunda Mahir gol vurur, komanda 3-0 öndədir, düz dedim də. Sonra 3 gol buraxır, 3-3 edir. Fortuna Düsseldorf'un oyunda. Yəni bir komanda necə 3-0 öndə olub qələbəni qoruya bilməz və necə 2-0 öndə olub gəlib uduza bilər. Demək ki, bu komanda tam belə komplektləşmiş, yaxşı komanda deyil. Hardasa ciddi boşluqlar var hansı mövqelərdə. Sağlam Radio 93 FM-də Offside dinləyirsiniz. Musiqi və reklam fasiləmiz olacaq. Daha sonra buradayıq Offside-da. Dalğanı dəyişməyin. Sağlam Radio 93 FM-də Offside qaldığı yerdən davam edir. Az öncə 2-ci liqadan danışdıqsa, 1-ci liqanın maraqlı bir xəbəri ilə də verilişimizə davam edə bilərik. Əvvəlcə bunu qeyd edeyim. Kərvan və İmişli artıq növbəti mövsümdən etibarən Premyer Liqaya vəsqəni təmin eləyib və Kərvandan bir xəbər var ki, eyni zamanda İmişli ilə bağlı bu məsələ azarkeşləri maraqlandırırdı ki, harda oynayacaqlar. Kərvandan bir xəbər var ki, klubun mətbuat xidmətinin rəhbəri Bəhruz Musayev Futbol.info az saytına açıqlamasında bildirib ki, oyunlarımız Yevlaxda keçiriləcək, Bakıda və ya Qəbələdə keçirilməsi ilə bağlı söhbətlər həqiqəti əks etdirmir. Belə də olmalıdır. Hər klub öz rayonunda, öz şəhərində oynamalıdır. Bu baxımdan mən Kərvan bu öhdəliyi götürübsə, yerinə yetirəcəklərinə inanıram. Çünki necə olur, 1-ci liqada sən Yevlaxda oynayırsan, azarkeşdə sən gəlib dəstəkləyirlər, ondan sonra köçəsən Bakıda oynayasan. Bu baxımdan Kərvanı təbrik edirəm. Amma İmişli də açıqlama verir ki, biz Səbailin oynadığı meydançada, yəni Asko Arenada oynayacağıq, Bayılda. Niyə, belə bir sual yanı, niyə növbəti mövsümün başlamasına 4 ay var. Avqustda başlayacaq. Yəni, avqusta qədər 4 ay ərzində o törtüyünü də yeniləmək olar. Stadionu, yəni İmişli stadionu zaten hazır stadion vardı. Stadionu o söküb təzədən inşa etmək lazımdır ki, stadionu təmir etmək lazımdır. Çatışmazlıqlar aradan qaldırmaq lazımdır. Orada inzibati binada hakimlər otağıdır, paltar dəyişmə otağıdır, isti su problemi yoluna qoyulmalıdır. Yəni bunlar sanitar qovşağı orada ciddi təmirə ehtiyacı var. Yəni bunları 4 ayda eləmək olar da. Bu 4 ay kifayət qədər böyük bir zaman kəsiydi. Yəni amma İmişli niyə görə gəlib Bakıda oynamaq istəyir ki? Mən bu açığı əleyhinə. Mən çox istəyirəm ki, hər komanda öz şəhərində oynasın. Çünki İmişlilər də haqqı çatır ki, gəlib Misri Premyer Liqasının oyunlarında öz stadionlarında Qarabağ görsünlər, Neftçinin yaxşı futbolçularını, Sabahı görsünlər, Zirəni görsünlər, digər klubları görsünlər. İndiki halda İmişlinin bəlkə də qarşısında belə deyək, təcrübə kimi bu görünür ki, Araz Naxçıvan oyunlarını Bakıda keçirir və kifayət qədər uğur qazana bilir. Araz Naxçıvan məsələn Naxçıvanda oynasaydı, o zaman indiki halda turnir cədvəlinin 3-cü yerində qərarlaşa bilərdi. Daha yüksək yerlərə qərarlaşa bilərdi. Naxçıvanda oynasaydı dolu stadion önündə oynayacaqdılar. Naxçıvanda oynasaydı rəqib komandalar yorğun olacaq. Yorğunluqdan başqa rəqib komanda psixoloji təzyiq altında qalacaqdılar yerli azarkeşlər tərəfindən. İndi Mərdəkanda oynayır. 50 nəfər gəlmir. Bax Bakıda nə qədər Naxçıvanlılar var da, düzdür. Heç gəlib izləmirlər komanda. Bilsən nəyə görə? Çünki komanda Naxçıvanda oynamır. Komandanın adının önündə sadəcə Naxçıvan adı var, amma heç kim Naxçıvanın tam da Naxçıvan komandası kimi qəbul eləmir Araz Naxçıvan. Naxçıvan axırıncı dəfə Naxçıvanda oynayıb 1-ci liqada oynayanda. Premyer Liqada Naxçıvan üzü görməyib komanda. Bu baxımdan Naxçıvan cəmaatı, əhalisi, Naxçıvanlar komanda ilə sanki bütövləşə bilmirlər. Onu tam özlərinki doğma qəbul edə bilmirlər bu səbəbdən.
Daha bir transfer xəbəri var idi ki, buna da verilişimizin əvvəlki dəqiqələrində müraciət eləyəcəkdik. İndi yenidən xatırladıram. Futbol Info Az saytının yaydığım məlumata görə Qarabağ sabiq futbolçusu İbrahim Şeyici komandaya qaytarmaq istəyir Ceyhun. Çox maraqlı xəbərdir. Şeyhiç çox təcrübəli futbolçudur. 36 yaşı var. Millidə böyük komandalar, böyük millilərə qarşı oynayıb, öz Bosniya və Hersegovina millisində. Qarabağda çox yaxşı karyerası olub, Çempionlar Liqası görmüş qapıçıdır. Türkiyə Super Liqasında ciddi nailiyyətlər qazanmış qapıçıdır. Yüksək yerlərdə oynayan bir komandalarda oynayıb. Demək ki, əslində gözlənilən bir şeydir ki, Şeyh də olmasa Qarabağ qapıçı götürəcək. Niyə görə? Qarabağın bugünkü 3 qapıçısına baxaq. İndi Amir Ramazanov zədəlidir. Deyəsən müqaviləsi bitir. Yəqin ki, onu saxlamazlar. Mateusz Kochalski 1 milyon avroya yaxın transfer qiyməti ödənildi Polşa klubuna Kochalskini gətirməyə. Tam əminliklə demək olarmı ki, Kochalski tam belə Qarabağın istədiyi qapıçıdır, etibarlıdır? Yox, bir mənalı şəkildə demək olmur. Fabian Buntic tam etimadı doğrultmadı. Şahruddin də açıq, mən Şahruddin'dən daha çox şey gözləyirdim. Amma Türkiyədən qayıdandan sonra, Adana Spordakı karyerasından sonra onda da mən bir eniş görürəm. Əvvəlki Şahruddin deyil. Əlbəttə ki, bu mənzərə qarşısında gözlənilirdi ki, yayda Qarabağ yeni bir qapıçı gətirəcək. Amma Şeyhiç olarsa, ən uğurlu variantlardan biri Şeyhiç olar. Çünki komandanı tanıyır, Azərbaycanı tanıyır, yəni uyğunlaşma problemi olmayacaq. Bir də ki, Şeyhiçindəki yəni ustalığına söz ola bilməz, həqiqətən yaxşı qapıçıdır. Yəni Şeyhiç alınarsa, Qarabağ məncə çox yaxşı bir transfer etmiş olar, amma onun da Səudiyyə Ərəbistanda oynadığı klubla hələ müqaviləsi davam eləyir. Yəqin ki, Qarabağ Şeyhiçə görə müəyyən bir transfer təzminat ödəməlidir. Və 36 yaşlı futbolçunu transfer etmək. Futbolçunun yaşı onun meydanda sərgilədiyi futbolda performansdır. Pasportda yazılan rəqəm deyil və üstəlik də bu qapıçıdır. Biz bilirik ki, qapıçılar 40-42 yaşa qədər oynaya bilərlər. Azərbaycan futbolu ilə yekunlaşdırırıq və dünya futboluna bir keçiş eləyəcəyik. Bugündən etibarən Çempionlar Liqasında yarımfinal mərhələsinin qarşılaşmaları start götürəcək. Bugünkü qarşılaşma 23:00-da Arsenal PSG komandalar arasında olacaq. Sabah isə bizi 23:00-da eyni vaxtda Barcelona Inter qarşılaşması gözləyir. PSG-yə bu illərə həqiqətən mənim rəğbətim var. Nəyə görə? Luis Enrique bəyəndiyim məşqçilərdən biridir. O Barcelona sistemindən çıxmış məşqçi. Yaxşı da bir komanda formalaşdırıb. Arsenal düzdür, bu çox böyük nailiyyət qazandı Realı keçməklə. Hətta mən deyərdim bu oyundan yuxarı tullandı. Amma PSG ilə bacararmı? Məncə bu cütün favoriti Paris Saint-Germaindir və Paris Saint-Germaini ümumiyyətlə 2 oyunun nəticəsinə görə finala daha yaxın görürəm. Barcelona Inter qarşılaşmasına gəlincə, Inter çox təcrübəli komandadır. Təcrübəli futbolçular var. Barcelona daha keyfiyyətli komandadır Interdən. Amma Barcelona'nın məsələn bir mənfi cəhəti bilsən nədir? Onun futbolçuların biraz gənc komandadır. O gənc komanda biraz ondan ehtiyat edirəm ki, bəlkə bu gənclər təcrübə qarşısında məğlub olarlar. Öz əsəblərinə hakim ola bilməzlər. Bir o yarım final həyəcanı, finala çıxmaq həyəcanının öhdəsindən gələ bilməzlər. Əgər bu stresin, həyəcanın öhdəsindən gələ bilsələr, əlbəttə ki, məncə Barcelona Interi keçər və hətta Barcelona Çempionlar Liqasında qazanar. Yəni o potensial var Barcelona'da. Barcelona'nın gənclərindən danışırsan Çempionlar Liqasında. Barcelona'nın 19 komandasına, 19 yaşadakı futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının finalında Trabzonsporla üzə gəlib və 4-1 hesablı bir qələbə qazanıb ki, kuboku da əldə edib. Trabzonspor əslində Barcelona'nı bir kənara qoysaq, bu Türkiyə futbolu üçün çox xüsusi bir, özəl bir gün oldu. Bəli, yəni 19 Gənclər Liqasında bu ilki Trabzonsporun nailiyyətini Türkiyədə indiyə qədər heç kim tək qazanmamışdı və yeni bir nailiyyət idi. Və sən Barcelona'ya uduzmaq məncə qəbahət deyil, eyib deyil. Çünki biz bilirik ki, Barcelona'nın akademiyası La Masia, ora istedad fontanıdır, ora istedad bulağıdır. Orada belə şırhaşır, bulaqdan ki belə şırhaşır axır suları. Barcelona akademiyası belə bulaq kimi belə su axır, istedadlar axır. O baxımdan Barcelona'nın 19 komandasına uduzmaq, yəni Trabzonspor üçün bir qəbahət deyil, eyib deyil. Aydın məsələdir ki, Barcelona'nın 19'u çox-çox üstün bir komandadır. Və daha bir finaldan da danışacaq. Barcelona'nın qalib gəldiyi İspaniya Kral Kubokunun finalı ötən həftənin şənbə günü gecə saatlarında baş tutdu və Real Madrid'e məğlubiyyətə uğratdılar ki, 3-2 hesabla qələbə qazandılar. Oyuna tam baxdım. Həqiqətən oyun çox gec də bitdi. Həqiqətən final layiq bir maç idi. Mən
məncə Real da kifayət qədər yaxşı oynadı, düzdür. Məsələn, hesab heç olanda 0-0-da Real'ın bir üstünlüyü vardı. Barcelona'nın üstünlüyü vardı. Real ondan ehtiyat edirdi. Qapanmışdı. Barcelona gol vurandan sonra Real biraz fəallıq göstərdi hücumda. Ümumən götürsək, oyundan əvvəl mən proqnoz vermişdim ki, baxmayaraq ki, bu derbi deyil, klasikodur, amma Barcelona'nı daha yaxın görürəm qələbəyə. Barcelona 3 titul qazanmaq şansı var bu mövsüm. Çempionlar Kuboku, La Liga'nın çempionluğu və İspanya Kral Kuboku. Artıq bunlardan birini əldə edib Kral Kubokunu və çox böyük bir ciddi bir ehtimal da var ki, Barcelona ümumiyyətlə bu 3 kubokunun 3-ünü də əldə eləsin, amma ən azı ikisini əldə eləyəcək. Yəni mən düşünürəm ki, İspanya çempionu da Barcelona olacaq, bu xal fərqini əriməsinə imkan verməz və kifayət qədər də şansı var ki, Çempionlar Liqasında da finala çıxıb hətta kuboku qazansın. Beləliklə, əvvəlki dəqiqələrimizdə Qarabağ azarkeşlərini 12-ci çempionluq münasibətilə təbrik elədiksə, indi İspanya Kral Kubokunu qazanmaları münasibətilə Barcelona azarkeşlərini təbrik edir. Eyni zamanda Liverpoollara da bir təbrik düşür ki, Jürgen Klopp'un geçindən sonra Arne Slot komandanın çempionlar Bəli, çox böyük uğurdu. Bitmə sona 4 tur qalmış çempionluğu rəsmiləşib. Və eyni zamanda 20-ci çempionluğu oldu ki, Liverpool'un da Manchester United'ın rekordunu şərik oldu, şərik çıxdı. Təşəkkürlər Ceyhun, bugün gəldiyin üçün. Mən təşəkkür edirəm. Seninlə sabaha qədər sağollaşıram. Sabah saat 3-də Salam Radio 93 FM-də Offside-ə düşməyi unutmayın. Hələlik.